süresiz kaçarak gate'e doğru gitmeye çalışıram ama dedim de video çekeyim. Çünkü küçük bir travel edirəm ve gate'imi tapmaya çalışıram. Biraz heyecanlıyım ona göre. Dedim ki video çekeyim, biraz başım karışsın. Yeniden İstanbul'dayım. Buna həqiqətən baxmayın. Baş çamadan düşürdü əlimdən. Neçə saatdir yoldayım. Piyada yolum qalıb, artıq otelə doğru gedirəm. Sağ olsun göz yaddaşım burada mənə çox kömək oldu. Və təbii ki Google Map'də gördüyünüz hacından ölürəm. Taksim tərəflərdəyim. Küçük bir börekçi tapdım. Yəni 130 liraya çay da içdim. 2 dənə börek yedim. Məndə çox yaxşı başlanmışdı. Ucuz bir yer, esnaf bir yer tapdım. Deməli, finally, qarlı dağlar aşaraq, yenə də ayam bir tripdə, qripdir və üzünə gözəl sivilcələr çıxıb. Otelə gedirəm. Oteldəyim daha doğrusu otağıma gedirəm. Sonra artıq başım biraz işləmir. Ən son belə o börekçidən çıxanda çəkmişdim bir damcı. İndi isə bir dənə, otaq turu da eləyim. Düzdür, biraz halsızam ama yenə də happy'yəm, yəni əlim əsir, baxın belə çamadan daşımaya. Nerede qalmışdıq? Liftdə qalmışdıq. Lift ama da orada qalmışdıq. Qapını bilmirdim necə açmaq lazımdı. Nəysə. İndi sizə otağı göstərirəm. Otaq, yəni mən tutmuşdum. Nədir onun adı? Daha belə aşağıda, yəni yox idi. Balkonu falan yox idi və desəm istədilər ki, blogerəm. Dedilər ki, çox cringe oldum bu sözdən. Dedilər ki, sizə daha mənzərəli və qəşəng bir dənə otaq verəcək. Əgər bookingdə bizə gözəl komment versəz, mən dedim ki, bookingdə də verərəm, Instagramda da verərəm. Tək ki, siz mənə qəşəng otağı verin. İndi isə room tour eləyirik, getdik. Baxın, bu bizim girişimiz. Toilet, qəşəng. Gəldik. Bir dəqiqə, mənim bir dənə tikim var, ayaqqabılarımı çıxartmasam. Yəni, mənlə gələn insanlar bunu artıq bilirlər. Burada belə bir köşəmiz var. TV'miz var. Sonra super. Və dedilər ki, çox gözəl bir mənzərəmiz var. Let's check it out. Oh my god, oturmağa da yeri var. Oh my god, bu tərəfdə adam varmış. Amma elədim. Hazırlandım. Lookum. Və şəhərin canına düşməyə hazırıq. Düzü yorğunam deyə bugün maksimum az gəzəcəm və oturub nəsə yeməyi belə baxmağı düşünürəm. Amma yenə də hər şey ola bilər. Tebrik edirik. Evet. Bu dəfəki vlogda şaqam var. Bəli. Niyyətlərimi elədiyimə görə şükürəm. Bəli, rüfrə bilərsən. Deməli, şaqanla bir dənə kahvaltıya gəlmişik. Yəni, hamısı əl yapımıdır. Eynən. Süreyya xanımın muhteşem değişimi. Süreyya xanımın yeri, mütləq gəlin. Yəni, belə. Burun dərmanım da yanımda. Hellolar, necəsiz? Bugün bəxtimdən burada bir dənə keçən hava var. Dünən biraz səhər yağış yağmışdı. Mən təyyarədən düşünən kimi ucu yağışı dayanmışdı. İndi bulutlar, hava, oh my god, dəqiqə. Super hava var yəni çöldə. Və təbii ki, biz də bundan istifadə edib nə edirik? İşıq qoyma. Gedirik vapura. Beşiktaş'dayıq, Üsküdar'a keçəcəyik. Oradan geçen bir uzun bir vapur turu düşünürük. Simit, çay, böyle bir şeyler atıştırmalıqlar alacağıq. Instagramda böyle bir video görmüştüm. İndi isə gedirik beraber Şagan'dan onu eləməyə. Dünən Şagan'ın ad günüydü. Çok küçük kadınlar paylaşım. Dünəni biraz özümüze ayırdık. Biz günün birinci yarısını əslində mən özümə ayırdım. İkinci yarısını Şagan'a ayırdım. Beraber oturduq, sohbet elədik. Yani otelimiz o kadar güzeldi ki, hiç əlavə coffee shop axtarmağa belə düşmədik.
Bəzi anları çəkməyi unutmuşam, düzdür. Buna görə bizi necə olur? O influencerlar da oradan bəzən qəribə gəlir mənə. Yəni o anı yaşayıram. Əslində fikirləşirəm, bunu çəkməliyəm daha həmin anı gəlməmişdən qabaq. Sonra da həmin anı yaşayıb qutanda yadına düşür ki, ayda mən bunu çəkmədim, bax, anı yaşamağa fokuslandım. Ona görə biraz heç nə danışıram ki, hər dəfə deyirəm nəsə çəkəcəm, sonra yadımdan çıxır. Ondan danışdım ki, anı yaşamağa fokuslanıram, sonra çəkmək yaddan çıxır. Bu arada buradan bakanda çok geçen gördüm. Ha, çox gözəl işıq düşür axı ona görə. Bura binməliyik, bizim nə edirik? Şaka. Necəsən? Anadolu qabağına gəlmişik və çox qəşəng bir yer kəşf elədik. Paylaşdım onu bayaq. Paylaşmamışam, yəni çəkmişəm amma paylaşmadım. Belə bir yer var. Ailə biznesidir. 70'den çox dondurma çeşitləri var. Baxın, laktozsuz və glutensiz. Sen de yorum yaz. Peki iyileştirdiler beni. Orada kaç tane yorum var biliyor musun benim? Gerçekten mi? Bir gün gider yani. Acıyla Tamam. bakın. Şunu düşünün. 1950 yılında hap bakmıyorduk. 1950 yılında nasıl iyileşiyordu insanlar? Bitkilerle baharat. Aynen. Acı birebir. Acı birebir boğaz. Zaten dondurma yenilebilir diyorlar. Tabii. Çok qəşəng bir yere geldi İstanbul'da. Hiç gelmediğimiz bir yere. Ve çok güzeldi. Çok güzel oldu. Biz artık bir dənə yerdə yedik balığa yemək. Bu sosial şəbəkələrdə çox paylaşırlar buranı. Və bunun növbəsini görürsünüz də, yəni məncə eyni bir şeydir. Yəni bir fərqi yoxdur. Yəni balıq balıqdır. Nə qədər fərqi ola bilər ki? Qeyri-adi nə eləyə bilər ki, yəni. Bugün son günümüzdür. Daha doğrusu mənim son günüm. Şakanası da buradadır. Gəldik otelin yanında belə. Fotoşop tapdıq. Çox yaxındır bizə və oturduq, səhər yeməyimizi yeyirik. Bugün də biraz gəzişəcəyik çünki uçuşum axşamdır, gecənin yarısıdır. Dünən ən son harda qaldım bilmirəm. Dünən çox qəşəng vaxt keçirdik, çox qəşəng gəzdik. Yəni İstanbulun o bir ucuna çəkmişəm balıq yükünə, yazısını falan çəkdim. Çox qəşəng deməli bir Anadolu kanal turu elədik. Yəni heç görmədiyim. Oranlar biraz koylara da oxşuyurdu, yox balıq zat satma yerlərə. Orada çox maraqlı bir dayday tapdıq. Buradan sonraki qoyacağam onu. Yəni ailə biznesidir və təbii dondurmaları verdilər və həqiqətən dondurma mənim boğazımın ağrını keçdirdi. Yəni mən belə bir şey görməmişdim. Bilmiyorum, sarımsaklı dondurmaydı, onu da unutmayaq. Mənimki sarımsaqlı değildi amma sarımsaqlı dondurma var idi orada. Hə. Tuzlu belə var idi. Ayda xəstə olmasa o tuzlu da yeyərdim də. Yəni çox maraqlı gəldi tuzlu dondurma həqiqətən mənə. Hə, sonra nə oldu? Sonra qəşəng o vaxtla geri qayıtdıq, getdik Karaköy'ə. Karaköy'də dadlı bir balıq ekmek yedik. Digər bir balıq. Çox dadlı idi həqiqətən də. Və mən 4 dəfə İstanbula gəlib, 2 dəfə də balıq ekmek. Yox, bir dəfə də Büyükədə də yemişdim amma o da qədər dadlı deyildi. Bunun dadı super idi. Sonra isə Coffee oturduk biraz işlədik. Oktyabr gününü yükləmişəm. Buralara bir yerlərə qoyaram, baxarsınız ona da. Belə sonra gəldik otelə, biraz oturduq, söhbət elədik və indi də gəldik səhər yeməyində birazdan check-out edəcəyik. Hər dəfə çünki evə gedəndə də videoları editləyəndə görürəm ki, hamısının başı var, axırı yoxdur. Axırı var, başı yoxdur. Gəlsələr bilsə belə bu dəfə çox danışmaqlı video olsun ki, tam başa düşəsiniz nələr eləmişik. Mən o qədər acam ki, hələ də yemək yeyirəm. Hələ başlamamışam, soyudu tostum. İstəyirəm sizə qaldığım oteli də göstərim. Baxın. Bu idi qaldığımız otel. Bomonti tərəfdə yerləşirdi. İçində belə bir coffee shopu var və burada qalanlar üçün bura ödənişsizdir. Təsəvvür edə bilirsiniz. Hər axşam yəni biz buradaydıq. Mütləq yəni gəlib burada qalmalısınız. Buralara yolunuz düşsə. Otelimizlə vidalaşdıq. Gəldik, gedirik check-out eləməyə. Bu da bizim veşlərimiz. Əşyalarımızı bura qoyacağıq. Gedirik Beşiktaş tərəfə. Biraz oraları gəzəcəyik. Sonra Ortaköy'ə gedəcəyik, kumpir yeməliyəm, simit yeməliyəm. Yeməli olduğum 2 dənə şey var, onu da eləyim. Axşama da inşallah Bakı yolcusu qalmasın.
geldim. Böyle bir yere. Çok şirindi. Sadece 3 filialı var. Biri ise Bakı'dadır. Şimdi burada bunu yiyeceğim. Deməli Ortaköy'dəyik. Bayaq dedim deyəsən. Şaganın bir balık işi var idi. Ben de attım özümü buralara gezmeye. Güzel bir gün batımı. Gün batımı var burada. Onu artık çekmişim. Tam versiyada göstereceğim size. Çok maraqlı bir trip oldu. Düzdür 3 gün oldu. Ama hem tək qaldığım vaxtlar oldu. Hem Şaganla birlikte çok qəşəng vaxt keçirdik. Aylar hətta illər sonra. Çok ləzzət elədi. Həqiqətən bu İstanbul tripim sakit, anı yaşayaraq. Çok yerlere hiç gitmedim demək olarak. Gittiğim yerlerde çoksu zaten gittiğim yerleriydi. Zaten məqsədim sırf bunu görmək değildi yani bura gələndə. Martdan beri içeri gitmirdim. Biraz özümü necə deyim, yeniden bu triplerle bir update eləmək istəyirdim. İndi isə biraz gəzdim, dincəldim. Giderim Şaganın yanından, sonra yəqin ki hardasa oturup şeyler yiyəcəyik. Sonra da gece yarısı uçuşum var, gidip hazırlaşmalıyam. Böyle gezdim biraz, indi geldim Şaganın yanına. Onun biraz işi var. O işini bitirenden sonra gidip yemek yiyeceğim. Sonra geri otele kaydedeceğim. Otelden de hazırlaşıp gideceğim aeroportta. Ve bu küçük İstanbul kaçamağı sona doğru gelir. Bir tane kaça yok. Cozylik hele geldi, rahatlık hele geldi. Fort bayağı son yüzde kalır. Ağlımıza yazdım. Videoma bak, şəkillər, videolar, sonra mən və 18 kiloluk sumadanım, altı limitim 8 kilodur. Şagan da köçür. İndi gedirik metro ilə aeroporta, Sabiha'ya. O yerləşəbilsək, gedib